Əhməd Cavad, Səsli qız. İlk növbədə bunu qeyd eləyək ki, əsərdəki əsas qəhrəmanlardan olan Sara və Səsli qız başqa-başqa adamlardır. Yəni bəzən bunu qarışdırırlar. Sara başqa insandır, Səsli qız başqa insandır. Bu təhlil hissəsinə, bu hissəyə baxaq. Deyir ki, diqqəti daha çox cəlb edən obraz isə poemanın baş qəhrəmanı olan Saradır. Şair əsərin ilk səhifələrində oxucunu səsli qız adlandırdığı bir qızla tanış edir. Aha, deməli əsər belə başlayır. Əhməd Cavadın səsli qıza müraciəti ilə başlar. Yəni hələ ki Sara yoxdur. Baş qəhrəman Sara'dır, amma hələ ki birinci hissədə Sara olmur lap başlanğıcda. Səsli qız adlı bir qızla tanış olur Əhməd Cavad və bu qızın gözəl səsi şairi heyran eləyir, həmin səsli qızın. Hələ ki Sara'dan söhbət getmir. Deməli səsli qızla tanış oldu və bu qızın gözəl səsi Əhməd Cavadı xoşuna gəldi. Bu gözəl səsinə görə onunla söhbət etməyə başladı və onun səsinə heyran oldu. Və həmin bu misralarda həmin səsli qıza deyir: "Sənin səsin gözəl qız, səslərin ən gözəli. Eşitmədim belə səs dünyanı dinləyəli." Sonrakı təsvirlərdən aydın olur ki, bu qızın səsinin şairi cəlb etməsi təsadüfi deyilmiş. Aha, bu qızın səsi niyə Əhməd Cavadı cəlb etdi? Deməli, bu təsadüf deyilmiş. Qızın səsi şairə ona görə güclü təsir edilmiş ki, o belə gözəl səsin insanları zülmdən, ölümdən xilas edə biləcəyindən xəbərdar imiş. Aha, deməli, bu qızın səsinin Əhməd Cavadı cəlb etməsinin səbəbi gözəl səslərin insanları bəlalardan xilas etməyindən xəbərdar imiş. Şair kitablarda, tarixlərdə Sara haqqında oxuduğu əhvalatı səsli qıza danışır. Aha, indi artıq başlayacaq Sara haqqında danışmağa, səsli qıza danışmağa. Yəni səsli qızın tanış oldu, gördü, onun səsini bəyəndi və dedi ki, səsli qıza dedi, sənin çox gözəl səsin var. Bu səs orada səs haqqında müəyyən tərənnümlərə yol verir, tərifləyir və deyir ki, ona görə bunun səsinin xoşuna gəldi ki, yəni tarixdə də gözəl səsi olan bir qız olub, adı Sara olub. İndi başlayacaq o Sara haqqında bu səsli qıza danışmağa. Çətin bir şey yoxdur. İki obraz var. Oxumağa bacaran biri səsli qızdır. Elə səsli qız deyilir sadəcə, biri də Sara'dır. Sara hələ ki yoxdur girişdə. Birinci səsli qızı realda tanıdığı səsli qıza söhbət eləyir, onun səsini tərifləyir, bəyənir. Ona görə o səsli qızın səsini bəyənir ki, deyir ki, tarixdə də bir dənə səsi gözəl olan qız olub, adı Sara olub. Onu da xalqın belə deyək də çətinlikdən xilas eləyib. İndi necə xilas eləyib? Başlayır o hadisəni həmin qıza, səsli qıza danışmağa, hansı ki biz indi ona başlayırıq. Oxudum tarixlərdə. Görürsünüz, tarixə müraciət eləyir. Əsəri danışarkən tarixə müraciət eləyir. Əhməd Cavad səsli qıza danışır. Deyir ki, oxudum tarixlərdə. Qan içən bir hökmdar bir ölkəni amansız eyləmişdir tarimər. Tarixdə belə bir şey olub ki, bir dənə qan içən hökmdar var imiş, qəddar hökmdar var imiş. Başqa bir ölkəni gəlib tarimar eləyir, məhv edir. 6 aydan çox sürən qanlı bir mühasirə. Deməli, başqa bir ölkəni gəlib mühasirəyə alır və 6 ay bu mühasirə davam edir. Aha, tutulmuşdu çox acı basqına birdən-birə. 100 minlərlə atılan can yanğısı oxları dişləri ilə çeynəyib sərilmişdi çoxları. Doğranmış əllərində qırıq qılınc qəbzəsi, boğulmuşdu köysündə igidlərin son səsi. Deməli, mühasirəyə 6 ay həmin ölkəni, belə deyək də qəddar hökmdar başqa bir ölkəni mühasirəyə alıb, əhali zülm verib, əhali də mübarizə aparıb, o dəqiqə təslim olmayıb. Aha, mübarizə aparıb, amma belə deyək də, həmin o igidlərin köksündə, sinəsində səsləri boğulub. Yəni onlara zülm veriblər, müxtəlif əzablar veriblər. Yurdunu verməyənlər doğranmışdı xınç-xınç. Deməli, yurdunu vermək istəməyənlər var idi. Yəni orada mübarizə aparırdılar, amma onları doğramışdılar, öldürmüşdülər, əziyyətli şəkildə öldürmüşdülər. Tökülmüşdü yerlərə dağ kimi qalxan qılınc, o yanda qanlı gövdə, bu yanda gövdəsiz baş. Kiminin başı yox idi, gövdəsi qalmışdı, kiminin başı var idi, gövdəsi yox idi. 100 minlərlə qız qadın, hətta deməli onlar qız qadınlara da zülm etmişdilər. Dağılmışdı yüzlərə
Ölüm rəngi çökmüşdü saralan üz gözlərə. Cənnət kimi bir ölkə, yəni o işğala məruz qalan ölkəni cənnət kimi ölkə adlandırır. Məzarlığa dönmüşdü. Bir çox evlər yıxılıb, xanimanlar sönmüşdü. İşlənməmiş qalmadı bir cinayət, bir günah. Əzmişdi insanlığı ordusu ilə padişah. Yəni hər cür cinayəti işlədi, insanlığı əzdi. Haqsızlıq oldu qanun, yıxıldı xanimanlar, əskərsiz komandalar qırıb atdı yayını. Fələk döndərdi zəhrə bu ölkənin payını. Gülmək zaten yox idi, ağlamaq oldu yasaq. Deyir, onsuz gülə bilmirdilər. İndi ağlamağı belə qadağa qoydular. Aha, necə? Baxaq. Zavallı məğlub ölkə, sənə nə hüquq, nə haqq. Deməli, məğlub ölkə müraciət edir. Deyir, sən hüququn hara, haqqın hara. Sən artıq hüququn da yoxdur, haqqın da yoxdur. Çünki sən artıq məğlub olmusan. Ertəsi gün çox erkən yuyuldu. Aha, artıq bunlar təslim oldular. Yəni onları müxtəlif belə deyək formalarda doğradılar, kəsdilər, öldürdülər, döyüşçüləri və məğlub etdilər. İndi növbəti gün gəlir artıq. Həmin gün yox, növbəti gün gəlir. Çox erkən yuyuldu qaldırımlar. Artıq küçələri, səkləri yumağa başlayırlar o qan izlərin. Şallaqla güldürüldü hıçqırıqlı bir yer. Əmr edildi ki, məcbur şəkildə hamı gülməlidir, hamı danışmalıdır, hamı normal bunu qəbul etməlidir. Yəni bu məğlubiyyəti normal qəbul etməlidir. O insanlar kiminsə yaxını öldürülüb, kiminsə öz doğması öldürülüb, fərq yoxdur. Hamı heç kim ağlamamalıdır. Ağlamağı qadağan etdilər. Yuyuldu divarlara sıçramış qan ləkəsi, vay səsi susturuldu, əmr edildi toy səsi. Yəni bu məğlubiyyəti və həmin o qalib hökmdarın qalib gəlməsini toy kimi dedi ki, əmr edir ki, mən sizi işğal etmişəm, siz də bunu toy bayram kimi qeyd edin. Haqqı yoxdur kimsənin söz deyib dərd əsmaya, bəzənib çıxmalıydı gələnlər ağlaşmaya. Və yəni bu hadisələri səsli qıza danışır şair. Danışır ki, bax tarixdə belə bir şey olub. Bəzənib çıxmalıydı gələnlər ağlaşmaya, döndü oldu qəhqəhə, qan qusan hıçqırıqlar. Çiçək səpəcək oldu bütün qəlbi qırıqlar. Deyim, o yaxınlarını itirənlər artıq çiçək səpməyə başladılar. Qan içən padişah hazırlandı, istiqbal gələcək. Yəni, qan içən o qəddar hökmdar üçün belə deyək də, gələcək hazırlamağa başladılar. Yəni, nədir bu gələcək? Hamı çıxmalıdır küçələrə, hamı toy bayram etməlidir və s. Çıxmalısan qarşıya, istəyir öl, istəyir qal. Elə bil olmamışdı dünənki keşməkeş də. Dünənki deyir, əziyyət elə bil olmamışdı. Çıxdı güləş üzü ilə o bəxtəvər günəş də. Deməli, hətta həmin ertəsi gün günəş də çıxdı bəxtəvər üzü ilə. Keçək davamına. Bütün şəhər silkinib, əsər qoymadı pastan. Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Aha, düşmən şahın gəlişi qanuni bayram oldu. Deməli, şahın gəlişini qanuni bayram kimi elan edirlər. Bir çox dərdli ürəklər qanlı sevinclə doldu. Qəribədir bu insan, al əlindən canını. Biraz insanlar burada xüsusiyyətlərini göstərmək istəyir. Qəribədir bu insan, al əlindən canını. İstəyirsən, ovucla. Hortlat axan qanını, qoparıb əz qəlbini, əylən çırpınması ilə, sürükləyib yerlərdə, beyninin bağası ilə heç baxma istəyirsən, saflığa, günaha, əz, bir yırtıcı cəllad ol, doğra parça. Yəni, deyir, insana bu qədər zülm ilə, doğra parça-parça kəs, qadınsa tut, boğ onun qan qusan fəryadını, qoy çıxarsın yadından sevdiyin adını, qızsa atın döşündə, ləhlət gün qızmarında, gəlinsə hərraca qoy, əsirlər bazarında. Sonra çəkil uzaqdan, məğrur baxışla bir bax. Görəcəksən ölənlər, baldırında bağırsaq, sənin qanlı əlində bitməz qüvvət var deyə, hazırdır bağışlayıb dadsız gülmək. Deyir, insana bu qədər zülm elə, öldür, qadına, qıza, amma səndə güc var deyə artıq həmin insanlar başlayacaq məcbur şəkildə dadsız gülməyə. Aha, indi keçək. Axı deyir, məclis qurulmuşdu. Hazırlandı, baş keşiş, meçid heyətində də eyni ilə canlandı iş. Keşiş, yəni xristiyanlara aiddir, məscid isə İslam dininə aid bir şeydir. Deməli, o işğal eləyən qalib hökmdar xristiyan nümayəndəsi idi, amma məğlub ölkə müsəlman ölkəsi idi. Danışdı Şişman Xoca 3 saatdan yuxarı hazır qıldı beyyətə mömin müsəlmanları.
Yəni birləşdilər keşişlə, xristianların dindarı ilə, Şişman Xocada müsəlmanların dindarı birləşdilər. Güya artıq insanlar təbliğat aparmaq istəyirlər ki, bu yaxşı bir şeydir. Yəni qalib hökmdarın qalib gəlməyi. Görürsüz, dindarlar da satıldılar artıq burada. O məsciddəki o dindarlar artıq satıldı burada. Aha. Xaç ilə keşiş çıxdı, məzhəf ilə şeyxana çıxdılar istiqbala. Xasla məzhəf yan-yana, yəni belə deyək də, o xristiana aid bir ənənə ilə İslama aid bir ənənə yan-yana oldu. Dindarlar da burada satıldı, görürsüz. Artıq xristianlarla bir yerdə qalib hökmdarın gəlişini bayram edirlər. Sonra hətta təkcə rahiblər, ruhanilər satılmadı. Qarnı tox tacirbaşı dincilləyib gedirdi şeyxlərlə yanaşı. O tacirlər var, o tüccarlar, alverçilər, o varlılar. Onlar belə bunu gülə-gülə qəbul elədilər, qalib hökmdarın gəlişini. İnsan əlindən yerə düşməz dini atsan, yalnız küçələr deyil, evlər gətirdi insan. Dırmaşmışdı uşaqlar mazğallı divarlara, boylanıb dururlardı ürkək zəif avara. Uşaqlar belə deyir, bu vəziyyəti seyr edirdilər. Dam üstündə qızların solğun dodaqlarında boylanan gəlinlərin islaq yanaqlarında solan hüznün yerində indi vardır bir maraq. Nə çiçəklər yetirir bu qan, qorxulu torpaq sayılırkən əvvəldən bir ölkənin pənahı. Qarışmışdı xalqına ölkənin məğlub şahı. İndi yəni əhalinin uşaqlardan, qadınlardan söhbət gedir. Deyir, hamı seyr eləyir də bu bayrama qeyd edirlər həmin gün, sabahı da yəni. İndi deyir, hətta o seyr edilənlər içərisində bir nəfər də var idi. Kim idi o? Məğlub ölkənin şahı da var idi. Axı məğlub ölkənin şahı da burada var idi. Şahın bugün ağır daş asılmışdı boynundan. Çıxmayırdı əlləri xələtinin qoynundan. Keçən gündə edərkən Allah deyir, əvvəlki gün Allahlıq iddiası edirdi. Cəmaata zülm edirdi. İndi bu cəlala kəsildi, durdu ası. Gir yerə ey padşah. Bax, indi o məğlub şaha deyir ki, müəllif, gir yerə. Sənin bu boş başından nələr çəkdi məmləkət? Bir soruş göz yaşından. Deyirsən, deməli əvvəl də bu məğlub şah yaxşı bir şah deyilmişdi. Əvvəl də insanlara zülm eləyirmiş. İndi gəlib boynu bükük, məğlub şəkildə o da orada məclisdə iştirak eləyir. Açıldı bayraqlar, çalındı boru. Fələk görməmişdi bu vurhavuru. Toz ərşə dayandı, göy dumanlandı. Torpaq şaxa qalxdı, toz da canlandı. Qıvrıla-qıvrıla boz bir əjdaha gəlirdi salama büzülmüş şaha. Qasdı məğlub şahın bəti bənizi, coşdu, dalğalandı insan dənizi. İstidən bayla, tərdən boğula, birdən bütün başlar çevrildi yola. Gözlər qayılaraq qaşlar çatıldı, qələnin bözündən toplar atıldı. Aha, kim gəlirmiş? O, yəqin ki, qalib hökmdarın gəlişi ilə bağlı hamı belə təəccüblənir. Deyir ki, qıvrıla-qıvrıla boz bir əjdaha, qıvrıla-qıvrıla boz bir əjdaha, yəni o qalib hökmdarın gəlişin əjdahanın gəlişinə bənzədir. Deyir ki, qıvrıla-qıvrıla boz bir əjdaha gəlirdi salama büzülmüş şaha. Qasdı məğlub şahın bəti. Məğlub şah bunu görər-görməz bəti bənizi soldu da, yəni qoşdu. İnsan dənizi dalğalandı. Sonra nədənsə qatilləri olmayırmış göz yaşı. Gəldi uğursuz xaqan. Aha, o qalib hökmdar xaqan gəlib. Əyildi xalqın başı. Baxaraq azğın-azğın qan daman gözləri ilə ürəkdən məğlub şahın əyləndi sözləri ilə. Aha, məğlub şahın sözlərini artıq əylənməyə başlayıb. Qalxdı başlar səcdədən, başladı çirkin hesab. Yəni artıq o namaz qılanlar indi çirkin hesablara başladılar. Əvvəllər özlərin dindar kimi təqdim edənlər indi artıq dedik axı, əvvəldə dindarlar belə o keşişlərə qoşulub əhaliniyə belə deyək də təbliğ edirlər ki, bu qalib hökmdarın bizi işğal etməsi yaxşı bir şeydir. Dodaqlar üzəngidə öpüldü çaxçur corab, samur kürkün ətəyi öpüldükcə marça-març, ayini təqdis etdi məzhəb ilə xas, qızıl xas, yenə də eyni şey. Ağsaqqallı bir qoca, bir ehtişam əsiri, uğursuz hökmdarın 5 toğlu baş vəziri. Aha, yetirdi məğlub şaha buyruğunu xaqanın. Deməli, məğlub şaha bir xəbər gəlib çatır. Deməli, bu xəbəri kim gətirir?
Həmin o məğlub hökmdarın baş vəziri gətirib şaha o qalib hökmdarın istəyini deyir. Deməli, məğlub şaha qalib hökmdarın istəyini, tələbini kim gəlib deyir? Elə o məğlub hökmdarın vəziri. Görək Xaqan nə deyir? O qalib hökmdar görək məğlub hökmdara nə deyir? Malın, mülkün bizimdir. Amanda ancaq sənə bir dənə qalan canındır da. Malın, mülkün, hər şeyin bizimdir. Qarşı çıxdın Xaqana, tutmadı, söndü baxdın. Deyir, əvvəldən elə məğlub olsaydın, əvvəldən təslim olsaydın, yaxşı olardı. Amma sən bizə qarşı çıxdın, tutmadı, söndü baxdın, qılınc saldıq, qazandıq, bizimdir tac və taxtın. Yaşasın bağırtısı, qopunca hər bir yandan, hərəkət əmri verdi. Lələkli baş komandan. Beləcə əski parça bir çırtma ilə atıldı. Bütün bu ölkə xalqı çox ucuza satıldı. Yoxsullar boğularkən bu qanlı yaslı vayda. Yoxsullar orada əzab çəkirdilər. Xaqan dalmışdı eyşə bağlardakı sarayda. Xaqan isə keyf çəkirdi. Oradan musiqi oxuyurdu, şərab içirdi və s. Mərmər sütunlu qəsrin sarmaşıqlı eyvanı çıraqlarla bəzənmiş, nurlandırdı hər yanı. Çiçəkli köşkü axşam bəzətmiş ki əski şah. Xaqan demişdi, nurlandırdı hər yanı. Çiçəkli köşkü axşam bəzətmişdi əski şah. Köhnə şah axşam bu sarayı bəzətmişdi. Xaqan demişdi, indi keyf etməmək bir günahdır. Mənim sadiq vəzirim, gəl, baxaq hesaba. Vəzirimin saqqalı boyansın şəraba. Bunu da qalib hökmdar deyir. Göstərdilər Xaqana kəsmət elli bir qızı. Dedilər ki, bu Sara ölkəmizin uluzu. İndi artıq Saradan danışılmağa başladı. Deməli, bu səsli qıza da hələ də danışıq hadisələri. Yəni, artıq qalib hökmdar, məğlub hökmdara qalib gəlib, əhaliyə zülm eləyib, hətta ağlamağı da qadağan eləyib. İndi toy məclis qurulub, güya qalib hökmdarın bunları işgal etməsi toy kimi qeyd etdirir hamıya zorla və indi artıq o ölkədə o bayaq dediyi tacirlər, o varlılar var. Varlılar da axı qalib hökmdara satılmışdı. Yazıq əhali elə sakit boynun burub baxırdı, amma o artıq o yuxarıdan gələnlər, tacirlər artıq görün nə edir, hətta o varlılar nə edirlər? Saranı ölkəmizin ulduzu adı ilə Xaqana təqdim edirlər. Fərqi yox, qoy süzülsün, baxsın belə dərindən. Nə anlar sərxoş baxış Sarının gözlərindən. Kim ki Saranı gördü, çəkdi xeyli yanı qah. Saranı cəmaət görəndə çəkir, çünki çox zülm görmüşdü o da. Amma o varlılar bunu vəzlərini almır və onu qalib hökmdara yaxşı səsli olan bir kimi təqdim edirlər ki, güya səni bu əyləndirsin. Bir şey qanmadı ondan, o qəlbi kör padişah. Parlayan ələmlər, yəni onun o gözündəki o, belə deyək də, acını o qalib hökmdar hiss etmədi. Anlar mı qan içənlər? Deyir, parlayan ələmləri anlar mı? Gərdi kədəri qan içən anlayar. Nə bilir çiçək nədir? Kör gəlib, kör keçənlər. Oxusun əmri çıxdı. Sara haqqında deyirlər ki, oxusun. Sara coşdu bir daha. Can verən sərxoş gecə, ölürkən yorğun, əzgin, coşdu qızın səsində ölkə. Oxuyur deyir, amma onun səsində ölkədə qanlayan kim var? Hamının ürəyində kim var? Nifrət var. Bax, onun səsində o kin duyulur deyir. Boş yerə bu ölkənin haqsızca axan qanı Saranın dodağında canlandı, oldu mahnı. Deməli, ölkənin haqsızca axan qanı onun dodağında canlandı mahnı kimi. Və şərqi. Yəni, onun oxuduğu mahnının sözlərini verib burada. Yəni, Saranın oxuduğunun mahnı sözləri var. Onu da oxumalıyıq mütləq. Rədifi də bağlardı. Mən ki səndən doymamışdım. Sara oxuyur bu mahnını. Quş qonmağa qoymamışdım. Bir almanı soymamışdım. Kim sənə kəz baxdı? Bağlar. Darğınam mən belə baxda. Ürəyim qan laxta. Bax ki, kimlər çıxdı taxta. Küstü, baxdı, bağlar. Çıxmamış gün, atmamış dam. Qanlı bir toz qalxdı yoldan. Qoç igidlər oldu qoldan. Qanlı kəfən taxdı, bağlar. Bu da Saranın oxuduğu mahnının sözləri. Sonra Sara
Sara susunca Xaqan xırlayıb bağırdı. Hey, mən Saranın əlindən, hətta oxumağından sonra deyir ki, mən Saranın əlindən istərəm bir qədəh şərab içim əlindən. Bir oxla ayrılmışdı Sara nişanlısından. Artıq Sara haqqında yenə də məlumat verilir. Deməli, ölənlər içərisində, bu döyüşüb ölənlər içərisində kim var idi? Saranın nişanlısı da var idi. Düşündü birdən Sara. Beynində düşündü. Axı o deyir, onun əlindən şərab içmək istəyirəm. Sara da düşündü. İntiqam al, gəl onun qanlısından. Yəni nişanlımdan qanlısının intiqamını bəlkə bundan alım. Arqunu görməmişdi son nəfəsdə gülərkən. İndi görmək istədi cəlladını ölərkən. Demək, son nəfəsində Arqunu görməyib. Nişanlısının adı Arqun idi. Onu görməyib. Birdən testlərdə düşəb görüb, görməyib. Vəsiyyətini eşitməyib. Amma heç olmasa deyir, onu görməmişəm son nəfəsində. Onda onun cəlladın ölümünün görüm də. Aha, fırlatdı bir qəhqəhə. Çılğınca qalxdı birdən. Arqun, sən olmadıqda yaşayaram, necə mən? Arqun, yetiş hardasan? Qaldır məni qolumdan. Qurtarım öz yurdumu həqarətdən, zülmdən. Yəni indi burada öldürmək fikrinə düşür o hökmdarı. Amma təkcə Arqunun qisasını yox, görürsüz, testlərdə düşə bilər. Xeyr, təkcə Arqunun qisasını almaq istəmir. Öz yurdunu zülmdən qurtarmaq istəyir. Sara süzdü ki, bir daha əlində gülgün qədəh, rəqqasələr də qalxıb başlayınca süzməyə, iti bir hərəkətlə zəhər qatdı tez. Yəni rəqqasələr orada süzür, baş qarışır. Sara tez o meyə, şəraba zəhər qatır. İndi onun halını güzdür gətirmək dilə. Ürək çırpısından çapqınlandı mey belə. Yəni o qədər həyəcanlandı, istər-istəməz qorxdu, istər-istəməz həyəcanlandı. O belə deyək də, onun həyəcanından mey belə, şərab belə çalxalandı. Qadınlıq qorxusundan yarıldı gülgün dodaq. Yanaşdı titrəyişlə düşmən şaha bir sayaq. Qansız dodaqları ilə öpdü şahın əlindən. Aha, şahın əlindən öpür. Buyurun padişahım. Zorla çıxdı dilindən. Bunları yəni zorla deyir də, çətinliklə deyir. Sən çoxdan içməliydin bu gülgün zəhri. Ey şah, şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Şahı ölmüş görəndə, aha, artıq burada müəyyən hissə buraxılır. Yəni şah artıq öldü. Zəhəri içdi, şah öldü. Şahı ölmüş görəndə açılan gülgün səhər qarışdı məclis bütün, qaçışdı rəqqasələr, ayaqlandı bütün xalq. Aha, xalq da bundan istifadə edəndə ayağa qalxdı, mitinqə qalxdı. Arvad, uşaq, qocalar çarpışdı son gücü ilə. Düşmən oldu tarimar. Aha. Bir qızın hümməti ilə, yəni cəhdi ilə gözəl qız həmin ölkə dustaqdan azad oldu. Sara adı xalq üçün ən sevimli ad oldu. Ya görürsünüz, burada gözəl qız deyəndə səsli qızı nəzərdə tutur. Deyir, görürsən, bax səsli qız indi. Axı bu hadisələr səsli qıza danışır. Deyir, görürsən, səsli qız. Həmin ölkə dustaq olmaqdan azad oldu. Sara adı da, o Sara axı zəhərlədə öldü. Ölkə üçün ən sevimli ad oldu. Azadlıq eşidincə gülümsəmə belə şad. O səsli qıza deyir ki, onlar azad oldu deyəndə sən belə çox gülümsəmə. Görəsən niyə gülümsəməsin? Axı xalq axı azad olub. Xeyr deyir. Saranın məmləkəti deyir köhnə mənada azad. Deyir ki, Saranın məmləkəti köhnə mənada azad. Orada hər şey asılı qan içən bir kraldan. Yenə də tam azad olmadılar. O qalib hökmdar düzdür, öldü, getdi. O yad ölkə çıxıb getdi. Amma yenə də başqa bir qan içən kraldan yenə asılı olmağa başladılar. Sonra orada hürriyyəti baftalı generaldan, azadlığın deyir dadın baftalı, yəni belə deyək də, rütbəli general görür də dadın. Yoxsullar o ölkədə özgəyə can verir. Yenə də yoxsullar həmin özgəyə can vermədə can verirlər. Hürriyyətin barını tox qarınlar dərmədə. O azadlığın deyir meyvəsini o tox qarınlar görür. Sən ancaq istibdadın, zülmün eşitmisən adını. Yenə səsli qıza deyir, bax alnımda deyir izi var. Görmüşəm mən dadını. Zülmün deyir dadını görmüşəm. Əhməd Cavad deyir. Müəllif deyir, bir bu süzgün baxışla gün düşən dağlara bax. Mən bu yaşıl dağlardan illərcə düşdüm İraq. Bugünkü günlər hara? Gözəl qız. Yaxşı vaxtda
Başladın gül açmağa. Yenə də səsli qızla danışır. Artıq Sara əhvalatı tamamlandı. İndi yenə də Sara səsli qızla danışır. Bu gün sənin yurdunda nə qul vardır, nə ağa. Sən bu sərbəst göylərin sərbəstcə ulduzusan. Qayğısız bir ölkənin qayğı bilməz qızısan. Sərbəstdir alnındakı qıvrıcıq tellərin də. Sərbəstdir sənin kimi gün görmüş ellərində. Elə isə bir də coş, səsin düşsün dağlara. Səsli qıza deyir. Sən kimdən çəkinirsən? Qız Sara susmaqla deyir. Artıq qorxma da, çəkinmə. Niyə çəkinməlisən? Niyə qorxmalısan? Sonda da yenə səsli qızla söhbətə başlayır. Əvvəldə də səsli qızla söhbətə başlamışdı. Düzdür, onu bizə verməyiblər. Mən ümumi məlumat verdim. Lap əvvəldə də səsli qıza danışır. Sonra deyir ki, oxuduğum tarixlərdə belə bir hadisə olub Sara haqqında. Sonra yenə də Sara ilə danışır ki, deyir mən o zülmləri görmüşəm. Artıq artıq biz azadıq. AXC dövrünü nəzərdə tutur. Sən niyə qorxursan ki, yəni bu ölkədə artıq qul yoxdur. Nəysə, keçək təhlilə. Əhməd Cavadın iri həcmli əsərlərindən olan Səsli qız poemasında toxunulan məsələlər çoxdur. Bu poemada hansı məsələləri toxunub? Vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrət əsərin səhifəsində diqqəti cəlb edir. Epik təsvirlərə geniş yer verilib. Biz İblisi oxuyanda orada lirik hissələr çox idi. Artıq burada epik təsvirlərə geniş yer verilib, yadımızda saxlayaq. Yadda qalan insan obrazları da yaradılmışdır. Bu obrazların əksəriyyətin iç dünyası, portreti bir neçə kəlmə ilə ifadə edilmişdir. Bu eləcə də əsərdəki yığıcam təsvirlər, obrazlar barədə dolğun təsəvvürün qazanılmasına imkan verir. Yəni insan obrazları deyir, yadda qalan yaradılmışdır. Yəni o obrazların iç dünyasını bir neçə sözlə ifadə edib. Diqqəti daha çox cəlb edən obraz isə poemanın baş qəhrəmanı Saradır. Şair əsərin ilk səhifələrində oxucunu səsli qız adlandırdığı bir qızla tanış edir. Sara səsli qız deyil. Lap başlanğıcda səsli qız adlandırdığı bir qızla tanış edir. Bu qız gözəl səsi ilə şairi heyran edir. Sonraki təsvirlərdən aydın olur ki, bu qızın səsinin şairi cəlb etməsi, o səsli qızın şairi cəlb etməsi təsadüfi deyilmiş. Qızın səsi şairi ona görə güclü təsir edilmiş ki, o belə gözəl səsin insanları zülmdən, ölümdən xilas edə biləcəyindən xəbərdar edilmiş. Bayaq dediyimə görə bu Saranın səsi necə cəmaatı xilas eləyib. Bax gördünüz Sara necə cəmaatı xilas elədi. İndi səsli qıza deyir ki, bax sənin səsinin gözəl olmağı mənə çox xoş təsir eləyir. Çünki tarixdə də Sara adlı bir qız olub, onun da səsi simvolik deyir, yəni xalqı zülmdən azad eləyib. Şair kitablarda, tarixlərdə Sara haqqında oxuduğu əhvalatı qıza danışır. Əsərin sonraki səhifələrdən məlum olur ki, Sara vətənini dərin məhəbbətlə sevən, xalqın azadlığı uğrunda həyatını qurban verməyə hazır olan cəsarətli qızdır. Düşmənə yararlanan yaltaq həmyerliləri onu kef məclisində gətirir və qalib hökmdara ölkəmizin ulduzu adı ilə təqdim edirlər. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı sarsıtmışdır. Yəni o belə deyək də qırğınlar onu sarsıtmışdır. Dodaqlarının qanı qaçır, solğun bənizli Sara yas içindədir. Rəqs etməyə məcbur edilən Saraya həm də mahnı oxumaq əmri verilir. Sara oxuyur. Onun səsində baxın, bayaq demişdim, ölkədə qaynayan kin, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət var. Deməli, səsində kin, mahnının sözlərində doğma yurda məhəbbət var. Saranın qanıçan hökmdarı zəhərləyərək öldürməsi ümumxalq üsyanının başlanmasına, nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olur. Qalib hökmdar obrazı az görünür, amma oxucu onun qədərincə tanıya bilir. Qanlı əməlləri onun haqqında ətraflı təsəvvür yaradır. Bunu biz Koroğlu'da Xodkar haqqında deyə bilərik ki, o az görünürdü, amma qəddarlığı bilinirdi. Burada da bu qalib hökmdar az görünür, amma onu qədərincə tanıya bilir. Niyə? Çünki qanlı əməlləri onun haqqında ətraflı təsəvvür yaradır. İşğal etdiyi ölkənin əhalisini qılıncdan keçirən Xaqan yas içində olan yerli adamları ertəsi gün bayram keçirməyə məcbur edir. Məğlub ölkənin hökmdarı varlı adamları, din xadimləri barədə poemada deyilənlər onların xarakteri, əməlləri üçün səciyyəvi olanları müəyyənləşdirməyə, yəni gördünüz də mənfi, onlar da mənfidir. Yəni onlar da o qalib hökmdara qoşulub gülənlər içərisində idi. Bir dənə boynu bükük cəmaət isə boynu büküb, əyib, baxırdı, məzlum. Bitkin kompozisiyası, süjet xətti var bu hez. İndi burada bir dənə bu səhvə yol verilib. Burada bu Saranın üstündən xətt çəkmək lazımdır. Niyə? Çünki
Orada deyir ki, səsli qıza müraciət edilən əks olunduğu ilk səhifələri poemanın proloqu saymaq olar. O səsli qız axı Sara deyildi. Onu burada diqqətsizlik eləyiblər, onu silirik. Deməli, səsli qıza, yəni lap başda deyirik, səsli qıza sənin səsinin gözəl qız, səslərin ən gözəli. Bax, o səsli qıza deyilən müraciəti əsərin proloqu saymaq olar, başlanğıcı. Bunun ardınca əsas hadisələrin təsviri başlanılır. Tarixdə belə bir hadisənin olduğunu deyir. Bir-birlə bağlı olan təsvirlər oxucunu sonadək gərgin vəziyyətdə, intisarda saxlayır. Yəni, orada səsli qız Sara deyildi də, bilirik biz bu əsərdə. Sonra bunlar getdi. İdeyaca zəngindir. Niyə zəngindir? Çünki vətənin düşmən hücumundan müdafiə edilməsinin vətəndaşın şərəf işi olması, ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə ilə əvəz etməyin mümkün olmaması, insanlığın əzilməsinin, insanın qəddarlıqla məhv edilməsinin yolu verilməz olması və bunlar əsərin əsas ideyaları sayılırdı.